Salam uşaqlar. Bu dərsimizdə sizlər üçün bugün keçirilən, yəni 28 dekabrda keçirilən OTK sınaq imtahanının riyaziyyat suallarının izahına baxacaq. Bu 11-ci siniflər üçün olan sınaqdır. 31-ci sualda deyir ki, trapesiya verilib, bərabər trapesiya kiçik oturacağı 2-dir, yan tərəfləri 4-dür, iti bucağı 60-dır. Bu trapesiyanın diagonalının uzunluğunu tapın. Əvvəlcə bir dənə trapesiya çəkirik. Yan tərəfləri 4-dür, iti bucağı da 60-dır. Bizə bunun diagonal lazım. Burada oturacaq 2-dir. Diagonal lazım olduğu üçün diagonal da çəkirəm. Buraya yazıram x. Əvvəlcə nə edək? Deməli, buradan bir hündürlüyü çəkirəm. H. Bura 60. Onda bura neçə dərəcə olacaq? 30 dərəcə. 30 dərəcə qarşısına qatet bilirik ki, hipotenuzun yarısıdır 2-dir. Eyni qayda ilə buradan da birini çəksəm, burada 2 olacaq. Və bizə deməli kiçik oturacaq da vermişlər 2, onda burada 2 olur. Həmçinin bilirik ki, 30, 60, 90 üst bucağında bu h-ı tapmaq üçün 30-un qarşısı 2-dirsə, 60-ın qarşısı olur 2 kök 3. Yəni kök 3 misli olur o. İndi Pifaqor teoremine görə yaza bilərəm ki, x kvadrat bərabərdir. Bu hündürlüyün kvadratı, üstə gəl bu oturacağın, bu hissənin kvadratı. Hündürlük 2 kök 3-dür, 2 kök 3-ün kvadratı. Üzərinə gəlirik, oturacağım bu 4-ün kvadratı. Bu da eləyəcək 28. Buradan da x alırıq, kök altda 28, yəni 2 kök altda 7. 28 4 bölü 7-dir, 2 kökdür. Cavab Y variantı. Keç alırıq növbəti suala. Növbəti sual 32-ci sualdır. 32-ci sualda deməli bizə x-i veriblər. Bu ifadənin qiymətini istəyir. Bilir ki, bu cəmi tapmaq üçün əvvəlcə biz orta məxrəc gətirməliyik ifadəni. İfadəyə orta məxrəc nədir? Sinus 3x və kosinus 3x hasili. Yuxarıda alınır kosinus 9x, kosinus 3x, üstə gəl sinus 9x, sinus 3x. Və yuxarıdakı ifadə toplama düsturlarına görə bilirik ki, kosinus alfa çıx betanın düsturuna uyğundur. Kosinus alfa çıx betanın da açılışında deməli, bu indi 9x, burada 3x. Ona görə 9x çıx 3x yazsam, yəni 6x alacam. Aşağıdakı ifadədə isə deməli, sinus 3x, kosinus 3x ifadəsini belə yazmaq olar ki, 2-də 1 vur 2 sinus 3x, kosinus 3x. Bunu niyə belə yazdıq? Çünki məxrəc istəyirik 2 qat bucağa gəlsin. Sinus 2 alfanın açılışı bilirik 2 sinus alfa, kosinus alfa olduğuna görə burada 3x-dir. Bunu da o ifadə şəklinə salmaq istəyirəm deyə yazıram buna sinus 6x. Yəni 2 sinus 3x, kosinus 3x olur sinus 6x. Burada da olur kosinus 6x. Və kosinus 6x'i də sinus 6x'ə böləndə bilirik ki, qalır kotanges 6x. 2-də 1 tərsinə dönəcək deyə olacaq 2 kotanges 6x. Bu da bərabərdir. Bizə x-i vermişlər pi bölü 24. Gətirib yerinə yazsaq olur 2 kotanges 6'na pi bölü 24'e vuranda neçə eləyir? Pi bölü 4. Pi bölü 4'də kotanges 1 aldığı üçün cavab eləyir 2. Y variantı. Keç alırıq 33-cü suala. Otuzuncu sualda mötərizəyə fikir verirsinizsə, deməli, birinci mötərizəni belə sadələşdirək. Birincidən A, B çıxır qarşıya nə qalır yerində? A minus B. Üstə gəl, burada nə qalır? B bölək A vuraq A minus B. Yəni, burada məxrəcdən B çıxır, buradakı məxrəcdən A çıxır, ortaq vuruq. Mötərizədir bu. Vuraq AB bölünsün A plus B. Bu da bərabərdir. Fikir versə, bu mötərizənin içərisindəki ifadənin hər birində 1 bölü A minus B var. Fikir versə, 1 bölü A. 1 bölü A minus B-nin qarşıya çıxarda bilərəm də, yəni burada rahatçılıqla. Və yaxud da bunu içəri vurub aça da bilərik. Biz problem yoxdur. 1 bölü A minus B-ni ortaq vurub çıxardığında yerdə nə qalacaq? A bölü B, üstə gəl B bölü A. Belə vuraq, AB bölünsün A plus B. Burada bərabərdir. Orta məxrəcə gətirəlim mötərizəni. Mötərizəyə orta məxrəc AB-dir. A-nı A-ya A kvadrat, üstə gəl B kvadrat. Vuraq AB bölək A plus B. Buran AB ilə ixtisar edir. Nəticədə nə qalır? A kvadrat plus B kvadrat yuxarıda qalır. A kvadrat minus B kvadrat da aşağıda qalır.
Amma burada biz fikir versək, cavablarda elə bir variant yoxdur. Nəsə mən elə düşünürəm, burada yanlışlıq gedib. Burada çox güman ki, bu arada çıx işarəsi olmalı idi. Çıx işarəsi olanda burada çıxma yaranacaqdı. A kvadrat çıx B kvadrat. Onda cavab 1 eləyəcəkdi. Burada sualda görünür ki, yanlışlıq gedib. Burada yəni çıx işarəsi olsaydı düz gələ bilərdi. Cavab D olardı. Keçsək növbəti suala, 34-cü sual. 34-cü sualda belə bir ifadə verib, deyir qiymətini tapın. Əvvəlcə neyniyək? Bu çöldəki ifadəni vuraq mötərizənin daxilindəki ifadəyə vuraq. Bir-bir vuranda deməli kök adı 4 kök 7-ni bu kök adı 4 kök 7-yə vuranda elə kök adı 4 kök 7-nin kvadratı eləyir. Üstə gəl, kök 2 vuraq, kök adı 4 kök 7. Bir-bir vurub açaq, bərabərdir. Birincidən bilirik ki, modulu çıxır çölə, yəni modulda 4 kök 7. Ondan da çölə özü çıxacaq təbii ki. Bu kökünü də vuraq kökün altına. Kökünü bu kökün altına vuranda neçə eləyəcək? Kök altında yəni 8 minus 2 kök 7 alınır. Bu da bərabərdir. 4 minus kök 7 qalır yerində. 8 minus kök 7 nə deməkdir uşaqlar? Kök 7 çıx 1-in çöldən kvadratı. Kök 7 çıx 1-dən də çölə nə çıxır? Modulda kök 7 çıx 1 çıxır. Yəni, bu kvadratdan kök gedir, modulu çıxır. Modulda modulun üçün müsbət ifadə olduğunu görə buradan da özü çıxır. Kök 7-lər gedir, cavab nə qalır? 3. Keç alırıq növbəti suala, 35-ci suala. %35-ci sualda belə bir ifadə verib, deyir A-B fərqini tapın. Biz ilk baxışda görürük ki, bu nə deməkdir? Bu ifadəni kəsrə çevirsək, onda olacaq 90-da AB-dən bilirik ki, A-nı çıxmaq lazımdır. AB üstü xət çıx A. Çıxaq, bu da nə deməkdir? 9-da B. Bərabərlik 2-də 1. Buradan AB-nin açılışı bilirsiniz ki, 10A plus B-dir. 10A plus B çıx A böl 90 çıxaq. Bu da 9-da B, 90-da 10B-dir də bilirik. 90-a getirsək 2-də 1. Yuxarı nə qalır uşaqlar? Məxrəc 90-dır. 10A-dan A çıxanda 9A, B-dən 11 çıxanda çıx 9B bərabərdir 2-də 1. Sadələşmə edəsək, yuxarıdan 9-u çıxarsaq, A çıx B böl 90 bərabərdir 2-də 1. 90-la bu gedir 10 qalır, 10-la bu 2 çıxsaydır 5 qalır. Çarpaz vursaq belə, A-B-ni 1-ə, A-B, burada da 5 qalıb. 5-i 1-ə eləyir 5, yəni cavab olur 5. D variantı. Keç salıq növbəti suala. Növbəti sualda belə bir şəkil veriblər. Deyir ki, A xətti B xəttinə paraleldir. YAD bucağı DAB bucağına bərabərdir. Yəni, bura X, burada olur X. Sonra FCD bucağı BCD bucağına bərabərdir. FCD BCD, yəni Y. Bizdən nə istəyir? Bucaq B 80 olarsa, ADS bucağını tapın. Bu bucağı istəyir bizdən. Buranı. Uşaqlar, deməli, paralel xətlərin burada bir dənə əlavə göstərək sizə. Bilirik ki, biz bunun çıxarılışı var, sadəcə mən dərinə getmək istəmirəm. Bilirik ki, bu M hərfinə oxşayan bir şəkildə, bu isə X plus Y. Bu iki bucağın cəmi buranı verir bu şəkildə. Lazımdırsa buradan paralel keçirib görə bilərsiniz. Eyni qayda ilə burada da bu X və Y-in cəmi bu D bucağını verəcək. Yəni bura olacaq X plus Y. Yəni bu iki dənə M hərfinə oxşayan bir şəkildə. İndi biz bilirik ki, bu A, B, C, D dörd bucaqlısında daxili bucaqlarının cəmi 360-dır. Ona görə yazırıq X plus Y plus 80 bərabərdir 360. 2X plus 2Y bərabərdir 360-dan 80 çıxanda 280. X plus Y alırıq 140 dərəcə. Bizə də D bucağı lazımdır. Yəni X plus Y cavab olur 140. Keç salaq növbəti suala.
Növbəti sual 37-ci sualdır. Deyir ki, x minus 3-ün kvadrat funksiyasının qrafikonun aşağıdakilərin hansı yanlışdır? X bərabərdir 3 simmetri yoxunun tənliyidir. Bəli, biz bilirik ki, parabolada x bərabərdir m xətti simmetriya tənliyidir. Burada da m 3-dür deyə 3 simmetri yoxunun tənliyidir. Sonra absis yoxuna 3 sıfır nöqtəsində toxunur. Bəli, bu qol yuxarı paraboladır. Yəni fikir verirsə burada n sıfırdır, yoxdur. Gəl, yəni belə deyək də 3-də toxunub gedirdi ona. Təpə nöqtəsi 3 sıfırdır ona görə. Sonra təpə nöqtəsi absis yox üzərində yerləşir. Bəli, deyir ordinat toxunu 0-3 nöqtəsində kəsir. Bilirsiniz ki, ordinat toxunu kəsəndə x-i 0 olur. Gəlib 0 versəniz, siz funksiyada 0 versəniz, yerinə 0 qoysaz. 0 minus 3-ün kvadratı 9 eləyəcək. Amma burada 3 veriblər. 0 3-də kəsir, yox 0 9-da kəsir. Yəni. Ona görə cavab D variantıdır. Yəni yanlış olan budur. Keçirik 38-ci suala. Otuz 8-ci sualda bərabərsini ödəyən n tam ədədlərinin sayını tapın. Əvvəlcə biz nə edirik? Hər tərəfi 24-ə vuraq, kəsirdən azad olaq. Onda 24-ə vuran hər tərəfi nə alınacaq? 2 kiçikdir. Üzr istəyirəm. 2 kiçikdir. 2n plus 1. O da kiçikdir. Bu 24-ə vuran neçə edir? 8. Sonra hər tərəfdən 1 çıxaq. Onda 1 kiçikdir. 2n kiçikdir. 7. Sonra hər tərəfi 2-yə bölək. Olur 2-də 1 kiçikdir. n kiçikdir. 2-də 7. İndi bizdən nə istəyir? Deməli, deyir ki, ödəyən n tam ədədlərinin sayı. Bu arada düşən n tam ədədlər nədir? 1-dir. 1, 2, 3. Bu 3 onda 5-dir də. 3 dənə tam ədəd düşür buraya. Sayını istəyir, cavab 3-dür. Yəni. Davam edirik. 39-cu sual. 39-cu sualda şərt verilib. Bizə deyir ki, bu ifadənin sadələşdirilin. Bilirsiniz ki, indi bunun yazaq olduğu kimi modul A plus modulda B minus A plus A modul B. Bu kvadratla bu kök gedəcək, modulu çıxacaq. Üstə gəl, burada da B modul A qalacaq. Bərabər. Deməli, burada şərtdə A kiçik 0 olduğuna görə, yəni şərtdə elə verib. Bu moduldan əksi çıxır, yəni mənfi A çıxır. Sonra şərtimizdə verib ki, A B-dən kiçikdir burada. A B-dən kiçik olduğu üçün demək B A-dan böyük, yəni bu modulun içərisində müsbət işarə olur deyə üstə gəl elə B minus A olduğu kimi çıxacaq. Sonra gəlirik bu ifadədə modulun içində B. 0 B-dən kiçik olduğu üçün şərtdə B müsbətdir, çölü özü çıxacaq, olacaq plus AB. Bu ifadədə isə modulun içi mənfi eləyir. Çünki A-nın şərtdə kiçik 0. Mənfidirsə çölə əksi çıxır deyə burada mənfi AB yaranacaq. İndi nəticə nə olacaq? Gəl ona baxaq. Belə AB-lər gedir. Mənfi A, bu da mənfi A, mənfi 2A. Üstə gələk B. Yəni B minus 2A. A variantı. Davam edirik növbəti suala. 40-cı sualda deyir ki, bu funksiyasının ən kiçik müsbət dövrü. Bilirsiniz ki, normalda kosinus x funksiyasının ən kiçik müsbət dövrü normal funksiyada 2pi-dir. Burada 4x-i deyər, 4-ə bölürük. 2pi-nin 4-ə bölünə cavab nə eləyəcək? Pi bölü 2 y variantı. Keçid alırıq 41-ci suala. 41-ci sualda bizə deyir ki, A düz xətti O mərkəzli çevrəyə A nöqtəsində toxunur. Burada toxunur. BAD 40 dərəcədir. BAD. Bu bucaq 40 dərəcədir uşaqlar. Deyir ki, ABC-ni tapın. Yəni, buranı soruşur bizə. X. Siz bilirsiniz ki, əgər bura 40-dırsa, bu qövs nə qədər eləyir? 80 dərəcə. Düzümü? Bu qövs 80-dir. Bir də bilirik, bu diametrdir. Diametrdə çevrəni yarı böldüyü üçün, bura ümumilikdə BC qövsü 180 dərəcə olacaq. Burası 80 isə bura nə qalır? 100 dərəcə. 100-ün də yarısı bura olacaq 50 dərəcə. Cavab D variantı. Keçid alırıq növbəti suala. 42-ci sualda çoxluqlar verilib. NA minus B verilib. Nəysə, biz Venn diaqramı çəkək. A çoxluğu, B çoxluğu. NA minus B haradır? Bu hissə 11. Kəsişməsi verilib 1. Buradır 1. Və bir dənə şərt var burada ki, NA 3MB-yə bərabərdir. NA neçə elementi var? Fikir verirsə 12 elementi var.
12 bərabərdir 3NB. NB ondan neçə element düşür? 4 element. Çünki 3 dəfə 4 olur. Əgər bu NB-nin 4 dənə elementi varsa, biri buradadırsa, 3'ü harda olur? Burada olur. Və bizə birləşmə lazım olduğu üçün, birləşmə də bilir ki, bu üçlərin cəmidir. 11 plus 1 plus 3. Nə qədər eləyir? 15. Cavab D variantı. Keçirik növbəti suala. Növbəti sual 43-cü sualda. Deyir ki, bu tənliyin sonsuz sayda həlli olarsa A və B parametrlərin cəmini tapın. AX bərabər B tənliyində bilirsiniz ki, sonsuz sayda həll olması üçün A da 0 olmalıdır, B də 0 olmalıdır. İndi bu da o tənliyə oxşadığı üçün, deməli hər iki tərəfi biz 0-a bərabər eləməliyik. 2A-3 bərabərdir 0. A-nı alırsa neçə? 1,5. Gəlsən, sağ tərəf AB plus 6 bərabərdir 0. AB bərabər olur -6. A da 1,5 olduğu üçün 1,5B bərabərdir -6. B-ni alırıq nə? -4. Və bizə A parametrlərin cəmini istədiyinə görə -4-ün üzərinə gəlirik 1,5-i. -4-ün üzərinə 1,5-i gələndə neçə eləyir? -2,5. Cavab C variantı. Keçid alalım növbəti suala. 44-cü sualda fikir versə deyil, üçbucaqda AB BC-yə bərabər. Yəni bu bərabər yanında üçbucaqdır. AD 2-dir, sonra BD 10'dur və BDC burası 60 dərəcədir. Bizə nə istəyir? AC tərəfini istəyir. Ümumilikdə bura AC-ni soruşur bizə. Əvvəlcə nə edək? Fikir versə, buradan bir hündürlüyü çəkə bilərəm. Niyə çəkirəm? Çünki bilir ki, bərabər yanında üçbucaqda hündürlük həm də nə olur? Median olur. Burada bir K yazsam, median olur. Yəni bu hissə nə olacaq? Bərabər olacaq. İndi bura 60-dırsa, deməli bura neçə dərəcə olur? 30 dərəcə. 30 dərəcə qarşısına K et, yəni bu hissə onun nə olur? Yarısı olur 5. Yəni AK 7 olduğu üçün indi, AK 7 olduğu üçün, deməli KS də 7 olacaq və nəticədə AC neçə olacaq? 14 olacaq. Keçid alırıq növbəti suala. B çoxaldısının dərəcəsi 5-dir, Q-nin dərəcəsi 8-dir. Deyir, bu ifadənin çoxaldının dərəcəsini tap. İndi biz bilirik ki, P dərəcəsi 5-dirsə, kubu neçə eləyir? 15 dərəcə. Onu buradan yazaq. Bax, bunun dərəcəsi elə də 15. Keçirik mötərizənin içərisinin dərəcəsinə baxaq. Bilirsiniz ki, iki çoxadını toplayanda dərəcəsi böyük olan dərəcəsi götürülür. Yəni 5 dərəcəlindən biz 8 dərəcəlindən toplayanda mötərizə neçə dərəcəli necə? 8 dərəcə. Arada hasıl olduğu üçün 15 dərəcəlini 8 dərəcəliyə vuranda dərəcələr toplarıq. Neçə dərəcə olacaq? 23 dərəcə. Vuranda dərəcələr toplayırıq. Keçid alırıq 46-cı suala. 46-cı sualda ki, usta işin 8-də 5 hissəsini yerinə yetirərsə, işin neçə faizi yerinə yetirilməmiş qalar? Təbii ki, 8-də 5-i yerinə yetirilibsə, hansı hissəsi qalıb? 8-də 3-ü qalıb. Bizə faizlə soruşur deyə 8-də 3-ü 100-ə nə inəyəcəyik? Vuracaq. 8 ilə 100 4-ə ixtisar edirik. Burada 2 qalır, burada 25 qalır. Nəticə edir 75 böl 2 faiz. 75-in də yarısı neçədir? Deməli 37 tam onda 5 faiz. Davam edelim növbəti sual. Növbəti sual 47-ci sualdır. 47-ci sualda belə bir parallelogram verilib. Deyək ki, paralleogramın sahəsi 108. AK BK-yə bərabər, bu isə buna bərabərdir, yəni yarı bölünüb. Bizə deyir ki, BFC üçbucağının sahəsini tapın. BFC, yəni buranınsa S deyək ora. Uşaqlar, bilirsiniz ki, BD diagonaldır. BD diagonalsa, diagonal da nə edir? Diagonal parallelogram sahəsini yarı bölür. Yəni 108 sahəni böləcək 2 yerə, 54, 54. Əgər mən buraya S demişimsə, bura nə qalacaq? 54 çıx S. Yəni BCD 54 olacaq. Burası S yazmışamsa, bura 54 çıxır. Digər tərəfdən gələk bu hissəyə. Baxın, BKF üçbucağına. Həmçinin mən bilirəm ki, BKS üçbucağının sahəsi nə qədər eləyib?
27 eləyir. Niyə görə? Bu diagonalı çəksək, bu da 54 bölünəcək. Onu buradan bir dənə çəkim göstərib. Bu buna bərabərdir. Bu yarı bölü, bu diagonal, paralelogramın yarı bölür sayəsi. Yuxarı hissəyə qalır 54 ümumi. Bu da median olduğu üçün bu üçbucağın median 54'ü yarı bölür. 27 bura, 27 bura. Ona görə mən də deməli BKS-ni 27 götürdüyüm üçün bura nə yazacağım? 27 çıx S. Bura S isə bura 27 çıx S olur. Və baxırsınızsa bu BKF üçbucağı və FCD üçbucaqları var. Qarşı-qarşıya duran bu üçbucaqlar. Oxşar üçbucaqlardır. Və bura x desəm, bura nə olur? 2x olur. Tərəflərlə nisbəti BK bu üçbucağın tərəflərinin nisbəti 2-dir. Nisbəti 2-dir. Bunlar həm də oxşar üçbucaqlardır. Bilirsiniz, bucaqları bərabərdir. Bu üçbucağın bütün bucaqları eyni olduğuna görə çarpazlıq əlaməti. Ona görə üçbucaqlar oxşardır. Yəni 27 minus S-in bölsəm 54 minus S-ə bərabər nə yazacağım? 4də 1. Niyə görə? Çünki tərəflərin nisbəti 2də 1 edir. Fikir verirsiniz. Buna böləndə 2də 1 düşürsə, kvadrat 4də 1 edir. Sahə nəticədir. Çarpaz vursa buradan nə alacaq? 54 çıx S bərabərdir. 4 27 çıx S buradan neçə edir? 108 çıx 4S. Buradan 3S bərabər olur. 54. S bərabər olur 18. Yəni cavab 18-dir. Keçsallıq növbəti suala. 48-ci sual. 48-ci sualda deməli, natural ədədlər üçün bu nisbətdə verilib. Deyir ki, bu 112 olarsa x, y, z cəmi tapın. Deməli, x-ə nə verəcək? 5k. Y-ə 4k, z-ə 2k. Gətirib yerinə yazsaq, bunu yazaq bura. Z-də 2k'dır. Gətirib yerinə yazsaq bura, olur 5k vurduq 4k. Nə edir? 20k kvadrat üstə gəlir. Y-z eləyir 4k vur 2k, 8k kvadrat bərabərdir 112'yə. Buradan 28k kvadrat bərabərdir 112. K kvadrat bərabər alır 4. 4 eləyir, səhv eləmirəmsə. K bərabər nə alır? 2. Məhv ki də ola bilər, amma natural dediyinə görə cümlədə natural sözü var. Müsbət seçəcək K-nı. Gətirək yeni yazaq. Bizdən x, y, z cəmini istəyir. X, y, z cəmi 5k, 4k, bu da 2k. Toplayana nə qədər eləyir? 11k. 11 də 2-yə vurursan, cavab neçə eləyir? 22. Keç alırıq 49-cu suala. 49-cu sualda deyir ki, satışa çıxarılan parçanın hər metrinin 30 manatdan satışı 24 manat gəlir gətirir. 25 manatdan satışı isə 16 manat ziyan verir. Neçə metr parça satışa çıxarılır? Belə deyək, deməli, biz qəbul edək ki, x metr parça satılır. X metr. X metr parça hər metri 30 manatdan nə qədər pul eləyir? 30x manat. Və bu 24 manat gəlir gətirir. Bu 30x manata satmışıq ümumidə, deməli 24 manat gəlirimiz olubsa, onda belə çıxır, maya dəyəri nə qədər eləyir? 30x minus 24. Çünki 30x satışdan əldə eləmişiksə, 24 manatı qazancdırsa, maya dəyəri eləyir 30x minus 24. Bərabərdir. Əgər biz həmin o x metri 25 manatdan satsaq, nə qədər pul eləyir? 25x. Bu zaman 16 manat ziyan eləmiş olacaq. Deməli, bu 25x-in üzərinə biz 16 manatı gəlsək, maya dəyərinə çatmış olarıq. Və bu təlindən 5x bərabər alırıq 40, x alırıq neçə? Deməli, 8 metr parça satışa çıxarılır. Keçsallıq növbəti suala. 50-ci sualda ədəd silsilədən söhbət gedir. S14 çıx S11. S14 bilirsiniz ki, ilk 14 həddən cəmidir. S11 ilk 11 həddən cəmidir. İlk 14 həddən 11 həddə çıxanda yerdə hansı hədlər qalır? A12 qalır, A13 qalır, bir də A14 qalır, düzdürmü? İlk 11 dənəni, 14 dənənin içindən 11 dənəni götürsək, bu 3 dənə həddin cəmi deməli olub 225. Bizə də 13-cü hədd lazımdır. Bilirsiniz ki, bu şifahi olaraq görsəni 223-ə bölür. Bilirsiniz ki, bunların indekslər cəmi neçədir? 26. A13, A12 plus A14 bölü 2-dir də.
Ona görə bu A14 ilə A12 əvəzinə 2A13 yaza bilərəm. Bir dənə də A13 burada. 3A13 bərabər 225. A13-ü alırıq necə? 223 əvvəl necə düşür? 75. 75 düşür. Həm də birbaşa, yəni 225-i biz 3-ə bölüb ədədə orta kimi, yəni 75-i birbaşa da ala bilərdik. Keçsək növbəti sualı. Cavab yəni budur. Növbəti sualda belə bir kvadrat təyin verilib. Kökləri üçün bu bərabərlikdir. M-in hansı qiymətinə doğru olar? Əvvəlcə bu bərabərliyi nə edirik? Orta məxrəcə gətiririk. X1, X2 də orta məxrəc. Yuxarıda nə alınır? X2 plus X1 bərabərlik 2-də 1. X1, X2 demək bizə neçədir? 2M minus 1. 2M minus 1 məxrəcə yazırıq. Köklərin cəmi yuxarıda. Köklərin cəmi burada 5 minus 3M verilir. Biz bura təbii ki, əksini seçəcəyik deyə 3M çıx 5 yazacaq. Bərabərlik 2-də 1. Buranı çarpaz qrup M-i tapaq. 6M çıx 10 tənliyə əldə etsək. 2M çıx 1-ə bərabərdir. Çarpaz vuranda 4M bərabər alırıq. 9. 6M çıx 10 bərabərlik 2M minus 1. Üzr istəyirəm, burada 2-dir, mən bura 2-də 1 yazmışam. Bunu düzəldir. Bunda deməli bura düzəliş edəsək 3M çıx 5 bərabərdir 2 vur 2M minus 1 4M minus 2. Buradan nə alırıq? Mənfi M bərabərdir 3-ə, M bərabər alırıq mənfi 3-ə. Mənfi M bərabərdir 3, M bərabər mənfi 3. Ümid edirəm burada texniki səhvə yol vermədik. 2 3M minus 5 yuxarıda, aşağıda 2M minus 1 bərabərlik 2. Düz. Davam edin növbəti sual. Növbəti sual 52-ci sual. 52-ci sualda deyir ki, Emil təpə bucağı 40 olan bərabəryanlı üç bucaqların oturacaqları ilə düzgün çoxbucaqlı qurdu. Bu oturacaqlardır. Düzgün çoxbucaqlı qurdu. Şəkildə həmin düzgün çoxbucaqlının bir hissəsi təsvir edilmişdir. Emilin qurduğu düzgün çoxbucaqlının üst tərəfi var. Deməli uşaqlar, əgər bu bərabəryanlıdırsa, yuxarıda şəklini verir. Deməli təpə bucağı 40-dırsa, onda oturacaqlara necə düşür? 70-70. Düzdürmü? Bura olur 70. Onda bura da olur 70. Bu ara bucağa nə veriblər? 60. İndi fikir versinizsə, bu çöl bucaq, yəni bura. 70, 70, 60. Nə qədər eləyir? 70, 70, 60, 200 dərəcə. Deməli, bu xarici çöl hissəyə 200 dərəcədirsə, daxili bucağa nə qədər qalır? Bizə nəyə görə rəngi dəyişək? Daxili bucağa deməli qalır bura 160 dərəcə. Çünki çöl 200 dərəcədir bura. 70-i burada, 70-i burada, 60-da burada. Çöl 200 dərəcə, daxili bucaq 160-dır. Daxili bucağı 160-dırsa, çox bucağının xarici bucağı nə olur? Xarici bucağı olur 20 dərəcə. 180 dərəcədə xarici bucağı daha uzun. Ona görə də biz xarici bucağı 20 bildiyimiz üçün 20 dərəcə. Tərəflərin sayı olur 360 böl 20, yəni nə qədər? 18 dənə bunun tərəfi var. Keçsək növbəti sual. Növbəti sual 53-cü sualdır. 53-cü sualda deyir ki, qrafikdə eyni gücə malik işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasında asılılıq verilmişdir. 16 işçi həmin işi neçə günə yerinə yetirərlər? Əvvəlcə biz eyni tapaq. Deməli, buradan n plus 1 nəfər neçə saata görür? 18 saat. N plus 1 nəfər 18 saata görür. Deyək ki, n plus 5 nəfər neçə saata? N plus 5 saata da 12 nəfər. 12 nəfərə də nə düşüb? N plus 5 saat. Deməli, n plus 1 nəfər say n plus 1 olanda 18 olur zaman. Zaman n plus 5 olanda say 12 olur. Sayın altına yazırıq. Burada n plus 1'dir bura. Bilirsiniz ki, bu necə mütənasib kəmiyyətlər var? Tərs mütənasib kəmiyyətlər. Tərs mütənasib kəmiyyətlərdə yanaşı vururuq da biz. Deməli, indi burada nə alacaq? 18 vuraq n plus 1 bərabərdir 12 vuraq n plus
5. 18n plus 18 bərabərdir 12n plus 60. 6n bərabərdir 60-dan 18 çıxana nə qalır? 42. n bərabər 7. N 7 alandan sonra bizdən soruşur ki, 16 işçi həmin işi nə qədər vaxtda yerinə yetirir? Deməli, gəlib fikir versinizsə, 12 nəfər neçə saata görür? Bir dənə də tənasıb quracaq. 12 nəfər, n də almışıq 7 burada. 7 nüsə 5 neçə eləyir? 12. 12 nəfər 12 saata görürsə, 16 nəfər neçə saata görəcək? X saat. Bilirsiniz ki, bu tənasübdür. Tənasüb həm də necə tənasübdür? Tənasüb deyəndə daha doğrusu tərs mütənasib kəmiyyətlərdir. Tərs mütənasib kəmiyyətlərdə yeni yanaşı vururuq. 16 vur x bərabər 12 vur 12 144. X aldıq neçə? 9. Deməli 9 günə. Burada gün deyilmiş, mən saat deyirəm. 9 günə yerinə yetirərlər. Növbəti suala keçdalıq. Diametri 5 kökü olan çevrədə AB, BC perpendicular, AB bərabərdir AY. Deməli, bu xətt buna bərabərdir. YC 7, BC-ni soruşur. Deməli, uşaqlar, bunun diametrini, mən B ilə yeni birləşdirsəm, bu diametr olacaq. Niyə görə? Çünki burada 90 dərəcədir. 90 dərəcəli bucaq bir diametri sökənir də. Burada 5 köküdür. Deməli, bu düzbucaqlı bucaqdır. Hipotenüs 5 köküdür. Həm də bərabər yanlışsa, katetlər nə qalacaq? 5, 5. 45-45 üçbucağı bildik ki, katetlər bərabərləndə bura A6-sa, hipotenüs A köküdür. A köküdür, 5 köküdürsə, demək katetlər 5. İndi burada AB oldu 5. AC də olur 12, düzdürmü? 5 bura, 7 bura. Fagor teoremine görə BC kvadrat bərabər 5-in kvadratı üstəyə 12-in kvadratı. 12 eləyir də AC. Bu da neçə eləyir? 169. BC-yə neçə qalacaq? 13. Yəni, cavab eləyir 13. Keçalıq növbət sualı. 55-ci sualda koordinatları -6. Deməli, bura nədir koordinatları? -6, 0. Bura O nöqtəsi 0, 0, A, 0, 6. Nöqtələrini kəsən çevrənin tənliyini soruşur. Çevrənin əvvəlcə tənliyini yazaq. Çevrənin tənliyi necədir? Mərkəzi AB olan çevrədə çevrənin tənliyi necə yazılır? X minus A-nın kvadratı plus Y minus B-nin kvadratı bərabərdir R kvadratı. Biz bunu bilirik. Deməli, bizə lazımdır burada mərkəz və radius. Mərkəzi qeyd eləsəm, uşaqlar. Buradan 8-dən aşağı görə bu nöqtə. Bilirsiniz ki, OB-nin orta nöqtəsidir. Əgər bura -6-dırsa, bura necə düşəcək? -3. Yəni, bu nöqtənin x-i -3-dür. Buradan bura perpendikulyar aparsam bu hissəyə. Burada OA 6-dırsa, yarıya böləcək də. Burada vətərə birliyi yarı bölür. Onda bura olacaq 3. Yəni, bura 6-dırsa, bura düşəcək 3. Deməli, Y-də 3-dür. Mərkəz tapıldı. Mərkəz tapılırsa, gəlib yerinə yazsaq olacaq A -3-dür deyə. -3-dür. Ona görə burada plus olacaq. Plus 3-ün kvadratı. Üstəl Y çıx. Burada B-ni 3 almışıq. 3-ün kvadratı bərabərdir radius. Gəlir radiusa. Radius bilirsiniz ki, budur. Burada 3-dür, 3 vahid. Burada 3 vahid. Burada 3-dür çünki. 3 olan düzbucaqlı 3 bucaqdır. 3 katetlər 3 olan. Onda bura nə olacaq? 3 kökü. Radius olur 3 kökü yəni. 3 köküdürsə, bura R kvadratı nə eləyəcək? 3 kökünün kvadratı 9 vur 2, yəni 18. Deməli, çevrənin tənliyi olacaq x plus 3-ün kvadratı üstəyə Y minus 3-ün kvadratı bərabərdir 18. Yəni, cavab budur. Burada suallar bitir. Növbəti dərslərdə görüşərik inşallah. Sağ olun.